atadır, anadır. Bunların hakkını heç bir şəkildə ödəmək olmaz. Bizim dünyaya gəlmə səbəbimizdir. Valideynlər özləri öz rollarını və vəzifələrini düzgün anlamalıdırlar ki, övladlarına da bunu düzgün aşılasınlar. Həqiqətən bu gün sadəcə biolojik və ya fizioloji valideyn olmaq kifayət eləmir. Biz onu elə peyvəndə elə vurmalıyıq ki, oradakı o mənəvi xəstəliklər ona bulaşmasın. Allahın Rəsulu deyir ki, sizin ən xeyirliniz ailəsinə qarşı ən şəfqətli olanınızdır. Ən əsas, önəmli xüsusumuz halal loxma yemək, kimsənin haqqını yeməmək. Uşaq universitet qazansın, necə qazanır, qazansın. Bunun tərbiyəsi, bunun əxlaqı. Hər övlad cəmiyyətdən, tərbiyədən, əxlaqdan bir pay götürür. Biz bunu istəsək də, istəməsək də bu belədir. Rasulullah sallallahu aleyhi ve sellem bir hədisi ağlıma gəldi. Deyir ki, ata-ananıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq eləsin. Deyir, ay oğul, mən səndən iş adamı olmaqsan demədim. Mən səndən adam olmaq istəmişəm deyir. Həqiqətən adam olmaq çətindir. Oxumaqla olmur. Hə, yəni məsələn adam olmayıb. Adam olmayıb, hə. Assalamu aleykum və rəhmətullahi bərəkatuh. Əziz dinləyicilərimiz, bu gün çox aktual və çox vacib, önəmli bir mövzu ilə gəlirik. Valideynlər və övladlar. Bu gün çox dəyərli ekspert qonaqlarımız var. Sağdan başlayaq. Rüfət müəllim, təqdim edərsiniz. Əvvəla mən də təşəkkür edirəm bizi qonaq qismində dəvət elədiyinizə görə. Adım Rüfət Şirinov, ilahiyyatçıyam. İlahiyyat elmləri üzrə doktoram. Hal-hazırda da QHT-də təhsil sahəsində fəaliyyətimi davam etdirirəm. Gözəl. Ramal müəllim. Təşəkkür edirəm Süleyman müəllim. Əliyev Ramal, özüm ixtisasım beynəlxalq hüquq və magistratura təhsilim hüquqdur. Buna baxmayaraq ixtisasım üzrə çalışmamışam, QHT-də çalışmışam. Mən də Yeni Yazarlar, Sənətçilər və İctimai Birliyinin sədr müaviniyəm. Sosial və ailə məsələləri üzrə araşdırmaçı, ekspertəm, eyni zamanda da televiziya ekspertiyəm. Maşallah, gözəl. Yəni dinləyicilərimiz də gördüyü kimi burada mütəxəssismiş belə deyək də rəylər olacaq. Burada təcrübə danışacaq. Ona görə yaxın oturun. Biz valideynlər haqqında danışanda çox həssas mövzudur əslində. Valideynlər bunu bilir. Ümumiyyətlə biz valideynlərin haqqını ödəyə bilmərik. Hətta biz anamızı belimizdə həcc etdirib onun haqqını ödəyənmərik. Hətta onun doğuş zamanlarında keçirdiyi ağrının belə haqqını ödəyənmərik. Atamızın haqqını isə biz o köləliyə düşsə, yalnız onu köləlikdən azad edəndə haqqını ödəyə bilərik. Ona görə biz bu gün valideynlərin rolu və vəzifələri və valideynlərin niyə belə Allah qatında, insanlar qatında dəyərli olduğunu bildirmək istəyirik. Rüfət müəllim. Bəli, mövzumuz həqiqətən həm aktualdır, həm önəmlidir, həm də məsuliyyətlidir. Sadəcə danışmaq, yəni biz bu dəqiqə onu danışırıq, danışmağa çalışırıq. Danışmaq da bir məsuliyyətdir. Ata-ana olmaq da məsuliyyətdir. Çünki siz də qeyd elədiniz, həqiqətən atadır, anadır. Bunların haqqını heç bir şəkildə ödəmək olmaz. Bizim dünyaya gəlmə səbəbimizdir. Ümumiyyətlə bizim dəyərlər çərçivəsinə baxdığımız zaman ailədə hər fərdin özünə məxsus məsuliyyətləri var. Atanın ayrı məsuliyyəti var, ananın ayrı məsuliyyəti var. Bunun qarşında övladların da ayrı məsuliyyəti var. Təbii ki, bu müəssə deyək, bu qurum deyək, bir cəmiyyətin, bir ictimaiyyətin ayaqda qalmasında, söz sahibi olmasında, güclənməsində çox önəmli dəyəri var. Çünki cəmiyyəti, dövləti, milləti formalaşdıran əslində ailələrdir. Bu baxımdan ailə sadəcə bir evin içindəki bir neçə nəfərdən ibarət bir müəssə deyil. Eyni zamanda bir toplumu, bir cəmiyyəti formalaşdıran bir müəssisədir. Hətta mən ailəyə bir qala da deyə bilərəm. Önəmli qaladır. Bizim xüsusilə Azərbaycan mühitində və ya belə deyək biz İslam mədəniyyəti olaraq fikirləşdiyimiz zaman yad cisimlərdən, yad fikirlərdən mütləq şəkildə mühafizə etməli olduğumuz son qalamızdır. Çünki daim hücumlar olur. Bəli, son vaxtlarda da xüsusilə də bu artıq texnologiyanın, sosial mediaların inkişafı ilə
ailəyə ciddi mənada yad təzyiqlər edilir ki, bizim cəmiyyətdə, İslam mədəniyyətində bizim dəyərlərimizi əlimizdən alıb bir növ dırnaq içində deyək, bizi də kölələşdirsinlər. Çünki hal-hazırda ona edə bilməmələrin qarşısındakı ən böyük maneə məhz ailədir. Bəs nədir bizim ailədə, yəni bu ailəni qorumaq üçün, ailəni ailə etmək üçün biz nələrə diqqət etməliyik? Təbii ki, bunlar bir çox xüsusları sıralamaq olar. Amma ən bəsit, ən rahatı biz ailə ilə əlaqəli araşdırmalar da aparanda, cəmiyyətə də baxdığımız zaman bəlkə çox bəsit gələ bilər, amma uşağa ad qoymaqdan başlayır bu. Çünki cəmiyyətə biz bəzən hansısa adı çəkmək istəmirəm. Kimisə adı belədir, elədir, deyil. Biz özümüzə, öz mədəniyyətimizə, öz mənliyimizə, öz dəyərlərimizə uyğun adlar qoymalıyıq. Çünki psixoloqlar da deyirlər ki, o ad qoyulana təsir edir. Əgər mənasız bir ad olsa, uşağın xarakterində, şəxsiyyətində mənfi obrazlar yarada bilər. Bunun xaricində bizə belə deyək, mədəniyyətimiz bizə məcbur eləyir ki, biz uşaqlarımızın qidalanmasına da diqqət eləyək. Bu sadəcə fiziki qida deyil təbii ki. Mənəvi qida. Biz halal yoldan ruzimizi qazanmazsaq, o qazandığımız haramlar o uşağın tərbiyəsinə, əxlaqına mütləq şəkildə təsir edir. Hətta bəzən biz qarşılaşırıq əsərlərdə, Allah dostları deyək belə, seçkin insanlar küçədə servis edilən, o vitrinlərdə göstərilən yeməklərdən yemirlər ki, kimsə, o imkanı olmayanların nəzəri onun üstündədir. O nəzər keçdiyinə görə də insanlara gözü qalar və mənfi təsir edər. Bu sadəcə ailə ilə əlaqəli deyil. Ümumiyyətlə bizim öz ibadət həyatımızla da əlaqəli olaraq birinci bizim ən əsas önəmli xüsusumuz halal loğma yemək, kimsənin haqqını yeməmək. Çünki kiminsə haqqını yemək, kiminsə uşağın belə deyək, biz ruzisini, loğmasını onun ağzından, əlindən qopardıb öz övladımıza veririk. Haqsız şəkildə. Bu da məntiq olaraq da, insan olaraq da qəbul edilə biləcək bir şey deyil. Bir digər xüsus, biz uşaqlarımızın nə ilə məşğul olduğu ilə də maraqlanmalıyıq əslində. Özəlliklə bugünkü günümüzdə övladlarımız hansı küçələrdə gəzirlər, sosial media vaxtını harda keçirdirlər, kiminlə dostluq edirlər. Bunlar çox önəmlidir. Çünki mühit, dostlar uşaqları ən əsas təsir edən amillərdən biridir. Bu baxımdan uşağın yanında məsələn onun belə deyək də ictimaiyyətdə edə bilməyəcəyi işləri gizlində etməsinə də əslində çox fürsət verməmək lazımdır. Çox belə göstərmədən də uşağı nəzarət altında tutmaq lazımdır. Bəlkə də yer-yer, zaman-zaman sosial mediasına nələrə baxıb, kimlərlə dostluq etdiyinə də diqqət etməliyik. Çünki həqiqətən bugün sadəcə biolojik və ya fizioloji valideyn olmaq kifayət eləmir. Rüfət müəllim, bəs bu uşaqlar yolladıq onları məktəbə. Çoxumuz da iş adamlarıyıq. Həyat yoldaşlarımız da hər zaman da onu diqqət edə bilmir. Yəni məktəbdə və yaxud çölə buraxdıq. Biz onların hər dəqiqə yanında duranda da o psixoloji bir təsir eləyir. Yəni uşaq özünü sübut edə bilmir həyatda, ona başqa cür baxırlar, xüsusən də oğlanlarda. Bunu indiki zamanda necə tənzimləyə bilərik ki, nəzarət olsun? Biz belə deyək də, əslində biz bəzən öz vəzifəmizi və ya öz günahımızı başqasına yükləyirik. Biz istəyirik ki, uşaq 6 yaşına qədər, bugün yəni 3 yaşına qədər də deyirlər, 6 yaşına qədər əsas belə deyək, şəxsiyyət formalaşmış olur. Biz ailəmizdə uşağımıza əgər tərbiyə verməmişiksə, məktəb ona tərbiyə verə bilməz. Biz günahı məktəbin üstünə atırıq, müəllimin üstünə atırıq. Uşaq orada, yəni o ailədə artıq belə deyək, biz onu elə peyvəndə elə vurmalıyıq ki, oradakı o mənəvi xəstəliklər ona bulaşmasın. Gözəl. Bu önəmlidir. Çünki biz övladlarımızı hər yaşda deyək ki, tibbi olaraq bu yaşda bu peyvənd vurulmalıdır ki, xəstəlik olmasın. Amma biz onun mənəvi tərəfini, əxlaqi tərəfini heç düşünmürük. Bunu kim verəcək? Biz verməliyik. Bu bizdən başlayır. Hər ata-ana evində sadəcə ata-ana olmalı deyil. Eyni zamanda onun tərbiyəçisi olmalıdır. Bugün əfsuslar olsun ki, artıq kapitalizmin caynağındayıq biz. İstehlak dönəmini yaşayırıq. Analar da işləyir, atalar da işləyir. Övladlarımızı kim yetişdirir?
baxıcılar. Bir növ axşamlar olsa belə heç olmasa o check-up deyirlər. Müayinə etmək lazımdır Və uşaqları. mütləq. Problemləri nədir? Mən oraya da gələcəm. Gün boyu biz qaçırıq. Atalar deyək ki, iş güc dalınca qaçır. Analar da işləyirlər. Bu ana gəlib evdə yemək bişirməlidir və s. və s. və s. Biz fərqində olmadan əslində mən burada kiminsə işləməsinə qarşı da deyiləm. Təbii ki, ehtiyac anında işlənə bilər. Amma bizim övladlarımız qazanclarımızdan daha dəyərlidir. Biz əgər qazandığımız o pulla övladın əxlaqını geri ala bilmiriksə, mənə elə gəlir ki, biz övladımızdan seçimimizi o tərəfdən eləməliyik. O baxımdan işdən gəldiyimiz zaman çox haqlı olaraq yorğunuq. Amma əsas qəhrəmanlıq nədir? Qapını açdıqdan sonra işi kənarda, geridə qoymaq. Onu da belə deyək, hər igid bacarmır, hər adam bacarmır. Bizə bir tərəf də var, çox üzr istəyirəm. Evə gəldiyimiz zaman əlbəttə uşaqlarımıza vaxt ayırmalıyıq. Amma biz adətən nə qarırıq? Bu hamımızın xəstəliyi var. Bəli. Telefon əlimizdə, ya videolara baxırıq, ya yazışmalar, ya işimiz davam edir. Ana zaten yorğun gəlir, yorğundur. Uşaqlar bir şey istədiyi zaman telefon veririk, get. Və ya biraz da yetişkin çağında isə o yetişkinlik də ayrı bir məsələdir həqiqətən. Onda bəlkə də ayrıca danışmaq lazımdır. Onu başa düşmək üçün. Mən demək istəyirdim, bu yerinə oturur. O şəxsi təcrübələrdən də. O siz dediniz, o qəhrəmanlıq. Əmilərin etrafını görürəm. Atamın, əmilərinin dünyasını dəyişmiş babalarımız. Allah cəm müsəlmanlar rəhmət eləsin. Babam, indi hər babanın, nənənin bir rolu var, amma bir babamın misalında demək istəyirəm ki, əmilərim etiraf edir. 2 işdə çalışırdı. Yəni demək olar ki, övladlar onu demək olar görmürdü. Yəni görəndə də çox az miqdarda. Amma tərbiyəni elə bir zəhmli şəkildə qoymuşdu ki, bir sözün kəsəri var idi. Onlar bu qəhrəmanlığı biz təkrarlaya bilmirik. Halbuki daha çox vaxt ayıra bilirlər övladlara. Onun da bir təsiri var. O nədən qaynaqlana bilər? Burada belə bir məsələ var Süleyman qardaşım. Bu Həzrət Əliyə də nisbət olunur ki, uşaqları öz dövrünə uyğun olaraq yetişdirin. O babanızın dövrü təbii ki, məsələn bizim də babalarımız, atalarımız, biz onları gördüyümüz zaman qorxurduq, çəkinirdik. Hətta bizi əlimizə alıb bəlkə də qucaqlamırdılar, öpmürdülər. Amma bugün dönəm biraz dəyişdi. Biz o belə deyək də o sərtliklə, dırnaq içində tərsliklə bugün övladlarımızı yetişdirməyə çalışsaq tam tərsinə nəticə verər. Ona görə biz bugün burada mən bir məsələyə də xüsusilə diqqət çəkmək istəyirəm. Əgər biz həqiqətən belə deyək çox gözəl bir cəmiyyət, gözəl bir mühit, ailə dəyərlərimizi formalaşdırmaq istəyiriksə, mütləq və mütləq ailə təlimləri, ailə seminarları da keçilməlidir. Sadəcə uşağı məktəbə göndərmək kifayət eləmir. Bugün uşaq düzdür, analar götürür, gətirir. Biraz da məktəb artıq biz bu Anadolu Türkiyəsində yarış atları deyirlər. Biz biraz yarış atları yetişdiririk məktəbdə. Qonşunun uşağı oxudu, sən də oxumalısan, sən də hazırlığa get, o hazırlığa getsin. Bu uşağın tərbiyəsi ilə maraqlanan yoxdur. Uşaq universitet qazansın, necə qazanır, qazansın. Bunun tərbiyəsi, bunun əxlaqı o bəlkə də 5-ci plandadır. Bir növ kapitalizm. Heç gündəmə gəlmir. Əsas universitetə girsin, ondan sonra oxumasa da olar. O məktəbdə uşağa göstərdiyi qayğını heç universitetdə çox valideyn göstərmir. Bu uşaq haranı oxuyur, necə oxuyur, nəyi oxuyur. Deməli biz biraz da siz demişkən kapitalizmin caynağına düşmüşük, amma fərqində deyilik. Bunun bəlkə də fəsadları bir müddət sonra ortaya çıxacaq. Ona görə hər ailə öz məhrəmiyyətini qorumalıdır, öz dəyərlərini qorumalıdır, öz qaydalarını qoymalıdır. Ata dəyərli bir varlıqdır, ana dəyərli bir fiqurdur. Burada ən önəmlisi, mən ananın vəzifələrinə də biraz diqqət çəkmək istəyirəm. Ana, hətta belə deyirlər, yuvanı quran hər zaman dişi quşlardır. Evimizi quran da əslində analardır. Ata qazancını gətirər, işləyər, çalışar. Təbii ki, ata burada övladın tərbiyəsindən məsuliyyəti yenə daşıyır. Bəli, birbaşa. Amma ana əgər ataya hörmət eləmirsə, ataya
o lazımı sayğını göstərmirsə, uşaqlar da onu eləməz. Məsələn, biz hamımız görmüşük, ata evə gəldiyi zaman ana ayağa qalxar, uşaqlar da ayağa qalxır. Bəli. Amma bu gün əfsuslar olsun ki, uşağın başı telefondadır. Ana bəlkə də heç atanı ya qarşılamır, ya yola salmır. Bu ciddi mənada bizim ailə dəyərlərimizdə deformasiya uğradığını göstərir. Ona görə bunun ən əsas çıxış yolu biz əslimizə dönməliyik. Əslimizə dönmək geriyə getmək demək deyil. Bizim öz ailə dəyərlərimiz var. Həqiqətən belə deyək, Allah tərəfindən dəstəklənən deyək. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm kimi bizim nümunəmiz var. Dünyada deyirlər ki, ən xoşbəxt ailə Həzrət Peyğəmbərin ailəsi olub. Ən sevilən ata Həzrət Peyğəmbərimiz olub. Ən çox övladını sevən Həzrət Peyğəmbərimiz olub. Bizim dəyərimiz var, dəyərlərimiz var. Biz təzədən Amerika kəşf etməyə ehtiyacımız yoxdur. Sadəcə bizə digər mədəniyyətlər belə gözəl göstərilir, amma bir baxırıq ki, yəni onun bizə yaddır, yəni bəzən bu bədən yad cisimləri qəbul eləmir. Ona görə biz təməldən hətta deyirlər ki, uşaq tərbiyəsi ana bətnindən başlayır. Doğru. Biz ən uşaq belə tərbiyə olunacaq vaxtı çox üzr istəyirəm, ona babalar eləyirlər, bəzən görmüşük. Yalan danışanda xoşumuza gəlir, kiməsə nalayiq söz deyəndə xoşumuza gəlir. Tam tərsinə, orada biz onu düzgün tənzimləməliyik. Hətta psixoloqlar deyirlər ki, uşağa yalan danışma, demə deyirlər. Düzgün danış, Bəli. doğrusunu söylə. Çünki o uşağın beynində yalan sözü ümumiyyətlə olmaz. Bu ifadələr belə o qədər önəmlidir. Çox təsiri var. Ona görə biz kiçik yaşlarından etibarən, bu kiçikdir, qoy sonra öyrənər, sonra olar, bunlara aldanmayıb, həqiqətən yəni övlad insan yetişdirmək çox çətin bir şeydir. Bəli. Bu həm tədrisdə belədir, həm ailədə belədir. Hətta bu bambuk ağacına da oxşadırlar. Deyir 5 il deyir heç nə böyümür. 5 il sonra ildə yarım metr filan böyüyür. İnsan ondan da çətindir. Hətta baxın bütün məxluqatda belə deyək də balası olan kimi ən çox bir həftə, 3 gün, 5 gün ayağa qalxır, özünü yola verə bilir. Amma insanda elə deyil. İnsan uzun müddət övladına baxmaq məcburiyyətindədir. Niyə? Onun əxlaqını, tərbiyəsini formalaşdırmaq üçün. Hətta dinimizdə deyir ki, övlad fitrət üzrə doğulur. Yəni əslində onun əslində xarablıq yoxdur. Sonradan yəni, atası İslam üzərində doğulur. Bəli, İslama belə deyək də insanlığa meyilli şəkildə doğulub. Amma sonradan onu mühit, insan, ata, anası fərqli yönə yönləndirir. Mən burada bir şey də ağlıma gəldi, ona da diqqət çəkim. Sadəcə oxumaq kifayət eləmir. Dünyada, məsələn, 2-ci Dünya müharibəsində o Nagasakiyə, Hiroşimaya bomba atanlar kimdir? Bəlkə də dünyanın ən belə deyək də yaxşı alimləridir, mühəndisləridir, mütəxəssisləridir. Amma o əxlaq yoxsa, dəyər yoxdursa, bu adam cani olur. Bəlkə bugün dünyanın ən aparıcı həkimləri əgər onda dəyər yoxdursa, əxlaq yoxdursa, o orqan mafiyasına çevrilir. Ona görə bu ikisini bərabər, yəni belə deyək də, övladımızı iki qənətli yetişdirmək məcburiyyətindəyik. Həm elmini biləcək, həm əxlaqını, dəyərlərini biləcək. Bəli, siz qeyd etdiyiniz kimi necə ki qidalandırırıq maddi şəkildə, mənəvi şəkildə də onları qidalandırmaq lazımdır. Ümumiyyətlə valideynlərin rolu barədə indi yenə davam edirik danışmağa. Mən belə bu günlərdə bir ilham aldım. Bir-iki misra yazdım. Mən belə çox yazan deyiləm, amma bir valideynlərə ithafən belə deyək. Deyir, valideynlərimiz gecələri yatmadı. Saçlarını ağartdı. Bizi dara atmadı. Gün güzara çıxartdı. Həqiqətən valideynlərin rolu çox böyükdür və Allahın razılığı valideynlərin razılığından. Allahın qəzəbi isə valideynlərin qəzəbindən asılı olur çox vaxt. İndi Ramal müəllim, valideynlərin rolu və vəzifələri barədə siz nə düşünürsünüz? Sizin sözünüzün davamı olaraq biz cəmiyyətimiz inanclı cəmiyyətdir, müsəlman cəmiyyətdir, müsəlman toplumdur. Ən azından böyük əksəriyyətimiz 90%-in üstü. Sizin sözünüzün davamı olaraq elə uca Allah Qurani-Kərimdə bu səpkidə ayələrin birində deyir ki, valideynlərinizə uf belə deməyin.
Bunu təfsir edən alimlər deyirlər ki, şərq alimləri, İslam alimləri, əgər Allah uf sözündən daha yüngül, daha xəfif bir söz bilsəydi, onu işlədərdi. Yəni bu ayədən biz o qənaətə gəlirik ki, valideynlərin haqqı nə qədər böyükdür. Mən ilahiyyatçı olmasam da yenə inanclı bir Azərbaycanlı olaraq bizim hazır əlimizdə dəyər var imişkən bizim özümüzdə müəllimin dediyi kimi Amerika kəşf etməyə ehtiyac yoxdur. Bizim üzərimizdə sual veririk. Kimin ən çox haqqı var? Allah Rəsulunun yanına bir sahabə gəlir, sual verir ki, ya Rəsulallah, mənim boynumda haqqı olan, ən çox haqqı olan insan kimdir? Deyir anan. Sonra kimdir? Deyir anan. Sonra kimdir? Anan. Dördüncü dəfə atan deyir. Və bu hədisdən də o qənaətə gəlinir ki, ananın haqqı atanın haqqından 3 dəfə çoxdur, amma ananın haqqından sonra gələn haqq yenə atanın haqqıdır. Təbii ki, biz valideynlər haqqında çoxlu hədislər, ayələr bilirik ki, bu artıq bizim üçün valideynlərin bizim həyatda nə boyda, necə bir önəmli şəxsiyyətlər olduğunu, onların rolunu bildirir. Bu rol sosiologiyada da əslində bizə göstərilib. Gəlin bir əvvəlcə sosiologiyada ələ alaq ki, ailə nə deməkdir? Ailə qohumluq, nikah, övladlığa götürmə əsasında birləşmiş və birlikdə yaşayan sosial bir birlikdir. Qısası desək, bir-birini sevən, bir-birinə hörmət edən, bir-birinə dəstək olan ictimai bir birlikdir. Sosiologiyada ailə cəmiyyətin ən əsas institutu hesab edilir. Ailə, biz tez-tez bu sözü eşidirik, bu ifadəni eşidirik. Ailə kiçik dövlətdir. Əgər ailə kiçik dövlətdirsə, bu dövlətin strukturu və idarə etmə üsulu, idarə etmə qaydaları və söykəndiyi meyarlar olmalıdır. Sosiologiyada ailənin bir neçə rolu, bir neçə funksiyaları var. Təbii ki, biz ailə dedikdə başda ata və ana gəlir. Bu rollardan biri reproduktiv roldur, yəni nəsil artırma rolu. Hər ailənin məqsədi əsas nəsil artırmaqdır. Yəni nəsil artarsa, təbii ki, o dövlətdəki çoxlu övladlar dünyaya gəlir. Bilirsiniz də ona demoqrafik vəziyyət deyirlər. Dövlətlərin bununla bağlı siyasəti var. Yəni uşaq pulları var, çox uşaqlı analara müəyyən ödənişlər var. Bu nədir? Çox övlad dünyaya gəlməsi üçün təşviqdir. Ələlxüsusda bu gün Avropa ölkələrində bu ödənişlər çoxdur. Niyə? Çünki onların ailə modeli artıq çökmüş vəziyyətdədir. Millətin bir DNK-sı qalsın. DNK-sı qalsın. Təbii onu qorumaq üçün təşviq xarakterli bir müəyyən dövlətin ayırdığı büdcə lazımdır. Baxın, bu İslamla da tam uyğun düşən bir vəziyyətdir. Ailənin artması həm də bu fərdi məsələ deyil, cəmiyyətin məsələsidir və ümmətin məsələsidir. Məsəl üçün, buna dəlil olaraq deyə bilərik ki, Allahın Rəsulundan belə bir hədis var. Deyir, sizi sevən və çoxlu övladlar dünyaya gətirən qadınlarla evlənin. Çünki axirət günü mən sizin çoxluğunuzla fəxr edəcəyəm. Bu da göstərir ki, ailədə sayın çoxalması həm dövlətin güclü olmasıdır, həm cəmiyyətin güclü olmasıdır, həm də ümməti bir məsələdir. Sonra funksiyalardan biri tərbiyəvi bir məsələdir, tərbiyəvi funksiyadır. Hər bir övlad ilk öncə göz açdığı yer ailədir. Yəni övlad birinci ata və anasını görür. Ata və anası necədirsə, uşaq fundamental tərbiyəni oradan götürür. Həyatda davranışlarını, həyat prinsiplərini, qonşu ilə, qohumla davranışları bunları atadan, anadan öyrənir. Ona görə valideynlər özləri öz əxlaqını gözəlləşdirməlidirlər. Valideynlər övladı tərbiyə etməmişdən öncə onların boynuna düşən özləri hansı meyara söykənək, əxlaq nədir, qohum nədir, qonşu nədir, cəmiyyətdəki rolumuz nədir? Valideynlər özləri öz rollarını və vəzifələrini düzgün anlamalıdırlar ki, övladlarına da bunu düzgün aşılasınlar. Elə bu səpkidə müəllim bayaq söylədi, bir İslamdan bir hədis də var. Deyir, övladlar fitrəti üzrə dünyaya gəlirlər. Yəni hər kəs dünyaya gələndə müsəlman da olur. Bəzən cəmiyyətdə bu sualı da verirlər. Deyirlər ki, bütpərəstin övladı dünyaya gəlibsə onun günahı nədir? Hərdən bu sualla da rastlaşırıq.
bütün insanlar dünyaya fitrət üzrə gəlir. Yəni o bəşəri, ümumbəşəri dəyərlər ki var, hər kəs içində bilir, oğurluq pisdir. Bəli. Məsəl üçün qeybət pisdir, iftira atmaq, yalan pis vərdişdir. Bunu hər kəs içində bilir. Fitrət əslində bu deməkdir. Sonradan valideynlər onları Dəyişirlər. müxtəlif yollara təşviq edirlər. Müxtəlif hədisin də arxasını siz özünüz yaxşı bilirsiniz. Çünki bilirəm ki, onları oxumusunuz. Bax bu hədisdən də o qənaətə gəlmək olur ki, valideynlərin övladların həyatında təsir mexanizmi, təsir gücü nə qədər böyükdür. Bəli, bu sonradan davam edir. İnsan şəxsiyyət kimi birinci fundamental təməli, tərbiyə təməli evdə qoyulur. Amma bu kompleks bir işdir. Bu təsir dediyiniz kimi ümumiyyətlə deyilir ki, valideynlərin evləri övladlar üçün ilk məktəbdir. Bəli. Valideynlərin davranışı isə onlar üçün ilk dərslərdir. Bəli. Tam doğrudur. Bu kompleks bir işdir. Valideyn tək öz öhdəliyinə düşəni etdisə, bundan iş bitmir bu gün cəmiyyətdə. Çünki bilirik bu gün dövlətimizdə uşaq bağçaları var, sonra məktəb var, sonra ali məktəb var. Hər övlad cəmiyyətdən, tərbiyədən, əxlaqdan bir pay götürür. Biz bunu istəsək də, istəməsək də bu belədir. Ona görə valideynlərin rolundan başqa bağça və məktəb təlimçiləri, tərbiyəçiləri və müəllimlərinin də öhdəsinə böyük vəzifə düşür. Yəni bir təcrid eləyə bilmərik də övladlarımız. Eləyə bilmərik, təcrid eləyə bilmərik. Təbii ki, mümkün də deyil bugünkü gündə. Övladlarımızı biz tədrisdən tədris eləyək. Çünki bizim alternativimiz yoxdur. Bu gün bizə təqdim olunan nədirsə, təhsilimiz icbaridir, biz ondan faydalanmalıyıq. Amma müəllimlər də gərək öz əxlaqına, öz davranışlarında diqqətli olar. Amma burada seçici olmaq lazımdır. Bəli, təəssüflər olsun ki, son dönəmlər biz bəzi neqativ hallarla rastlaşırıq. Bu funksiyalardan biri də emosional funksiyadır. Bilirsiniz, ailə təkcə bir iqtisadi vəziyyət, fiziki bir yerə yığışmaqdır, həm də emosional bir vəziyyətdir. Çünki hər bir insan özünü ailədə sevilən, ailədə qorunan hiss edir. Ona görə ailəyə qarşı daim sevgi və rəğbət olmalıdır. Bu həm də imanı bir məsələdir, ilahi bir vəzifədir. Çünki yenə də bir hədis yadıma düşdü. Allahın Rəsulu deyir ki, sizin ən xeyirliniz ailəsinə qarşı ən şəfqətli olanınızdır. Doğrudur. Ona görə insan öz ailəsinə qarşı şəfqətli olmalıdır. Həm həyat yoldaşına qarşı, həm övladlarına qarşı. Bayaq bir haşiyəyə çıxım, övladlarımızı necə tənzimləyək? Tərbiyəsini tənzimləyək. Yəni onları biz olmazlar çərçivəsinə misal, xeyr, bu mümkün deyil, müəllimin dediyini dəstəkləyirəm. Bu bizdə əks effekt verə bilər, əks təsir verə bilər. Bu balanslı olmalıdır. İstənilən məktəbdə, hərbidə, istənilən bir yerdə əgər insanlar bir yerə cəm olubsa, müxtəlif xarakterlər var və bu müxtəlif xarakterlər həm ümumi yanaşma tələb edir, həm də individual yanaşma tələb edir. Çünki insanlar müxtəlifdirlər. Biz aşırı sərtlik göstərsək, övladımızı sındıra bilərik. Biz psixoloji olaraq biz aşırı yumuşaqlıq nümayiş etdirsək, övladımızın əxlaqını itirə bilərik. Ona görə bu balanslı şəkildə olmalıdır. Valideynlər gərək özləri biraz özləri ilə məşğul olsunlar, mütaliə etsinlər, uşaq psixologiyası, insan psixologiyası barədə məlumatlı olsunlar ki, və eyni zamanda da öz övladlarının da individual olaraq yanaşsınlar və onların psixologiyasını düzgün bilsinlər, düzgün yanaşsınlar. Hətta biz bəzən övladlarımızı ixtisas seçimində belə məcbur edirik. Məsəl üçün, sən mütləq hüquqşünas olmalısan, sən mütləq həkim olmalısan. Valideyn ondan öncə öz övladının potensialını dəyərləndirməlidir. Yəni, baxmalıdır ki, bunun DNK-sında, bunun genetikasında övlad kimi oxşayır ya atasının qohumlarına, ya anasının qohumlarına. Burada bu texniki fənlərə yanaşma necədir? Riyaziyyatçıdırmı oğlum? Riyaziyyatı götürmə qabiliyyəti necədir? Ya humanitar fənlərə meyillidir, ya ümumiyyətlə övladın peşə istəyir. Heç istəmir, yəni mənim istədiyim. Sonra sən övladla dəfələrlə rastlaşmışıq biz. Övladlarını məcburan bir peşəyə yönləndirirlər. Övlad o peşəni 4 il, 6 il oxuyandan sonra diplomunu atasına hədiyyə edir dırnaq arasında. Sonra gedir öz arzuladığı peşənin arxasında. Bax, görürük ki, valideynin bu təşviqi artıq bu bir təzyiqdir artıq. Bir növ öz arzularını olmaz yəni. Şəxsən mənim 4 övladım var. Özümdən misal verməyi əslində sevmirəm. Biraz amma lazımdır. Bəzi cəmiyyətə bir mesaj verməliyik. Mən tez ailə qurmuşam. Mənim böyük övladım, qız övladımda seçimi ona buraxdım. Dedim sən özün seç öz seçimini. O hal-hazırda ADO Universiteti 5-ci kurs tələbəsidir. İkinci qızıma da seçimi
öz öhdəsinə buraxdım. O həkim olmaq istəyirdi, amma ona bir şey dedim ki, yəni bax gələcəkdə həyatın. Bax 6 il oxumaq var və 6 ildən sonra bu peşəni təkmilləşdirmək var. Həkimlər bilirsiniz 10-12 il oxuyurlar və bir də var həkimliyin içində sən psixologiyaya həm də meyllisən psixoloq olmağa. Bu 4 ildir. Sonra onu artırmaq da istəsən 2 il oxuya bilərsən, istəməsən oxuya bilməzsən. Amma həkimlik insanın həyatıdır. Bəli. Sən həm də cərrah olmaq istəyirdi. Bəli. Bir insanın həyatıdır. Bir insanın həyatı əgər sənin əllərindədirsə, Məsuliyyət. yəni məsuliyyət, vəzifə sənin əlindədirsə, sən mütləq onu kamil şəkildə, yüksək şəkildə Haqqını ödəməlisən. Haqqını ödəməsən, bu da sənin 10, 12, 15 ilini alacaq. Sən buna hazırsanmı? Mən bunu ona izah edəndən sonra dedi yox. Bəli. Dedim onda psixologiya fakültəsi. İzah etdiniz və seçim verdiniz. Və seçim verdi. Sosial nəzarət funksiyası nədir? Ailənin dəyərləri doğru, düzgün şəkildə gələcək nəsillərə ötürməsidir. Bu da təxminən 5 funksiya saydıq. 5 funksiyadır. Bunlar birlikdə ata və ana bunun öhdəsindən gəlmək üçün çalışmalı, özləri yenə deyirəm, intellektual səviyyələrini artırmalı, mütaliə etməli ki, uşaqlar nümunə ola bilsin. Nümunə ola bilsin. Övladlarımız bir istiqamətli yox. Yəni biz təkcə onların tabiri icazəlisə təkcə qarnını doyurmayaq, əynini geyindirməyək. Biz onların mənəviyyatı ilə də məşğul olaq. Çünki bıçaq mətbəxdə fayda verir. Caninin əlində dediyiniz kimi fəsad yaradır. Fəsad yaradır və cinayətkara çevirir. Ona görə övladlarımızı biz hər iki istiqamətdə inkişaf etdirməliyik. Ona görə də bu 5 funksiyanı gərək kamil şəkildə yerinə yetirməyə hər bir valideyn cəhd etsin. Bəli. Ümumiyyətlə valideynlərin rolları çox böyükdür. İndi biz valideyndən övlada bir bağı yaratmağa çalışacağıq ki, və keçid edəcəyik ki, övlad nə tür olaq ki, layiqli övlad olaq. Ümumiyyətlə sahabələr, Allah onlardan razı olsun, radiyallahu anhum, onlar valideynləri dünyasını dəyişəndə ağlayardılar. İnsanlar soruşardılar, ölüm haqdır, niyə ağlayırsınız? Deyir, biz valideynlərimizi itirdiyimizə görə ağlamırıq. Biz bizim üçün bir qapı bağlandığı üçün ağlayırıq. Valideynlərimiz bizim, belə deyək, valideynlərimiz öz keçmişlərini bizə fəda etdi ki, bugünü biz yaşaya bilək. Biz də gərək, övlad olaraq, bugünü elə yaşayaq ki, bizim gələcək parlaq gələcəyimiz onları sevindirsin. İndi Rüfət müəllim, növbəti sual odur ki, biz necə layiqli övlad yetişdirə bilərik və necə layiqli övlad ola bilərik və daha çox necə layiqli övlad ola bilərik? Rasulullah sallallahu aleyhi ve sellem bir hədisi ağlıma gəldi. Deyir ki, ata-ananıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq eləsin. Bu, bir-birinə bağlı məsələlərdir. Belə bir hekayə qarşıma çıxmışdı, onu bölüşmək istəyirəm icazənizlə. Buyurun. Deməli, bu yaşanmış hadisədir. Türkiyənin bir şəhərində, bir meydanda, bir küçədə bir oğul atasını döyür. Cəmaət də deyir ki, bəs ata heç, oğul heç atanı döyərmi filan. Ona mane olmağa çalışırlar, amma oğlu məhəl qoymur. Sonra atası deyir ki, buraxın onu deyir, imkan verin deyir, vaxtilə deyir, mən də atamı döymüşdüm deyir. Bugün deyir, eyni meydanda deyir, oğlum məni döyür deyir. Ona görə həqiqətən biz necə övlad olmuşuqsa, bizim övladlarımız da demək olar ki, elə olacaq. Burada həqiqətən bir insan ata olduqdan sonra o artıq özü olmaqdan çıxmalıdır, çıxır. Belə bir gözəl bir söz var, eşitmişdim. Öndə olanların, yəni rəhbər olanların, qabaqda gedənlərin özü olma imkanı yoxdur, özü olma lüksü yoxdur. Yəni siz artıq ataysanız, siz atalıq eləməlisiniz. Bəli. Ona görə məsuliyyətlərimizi ona görə bilməliyik. Həqiqətən fiziki atalıq kifayət eləmir və ya uşağın qarnını doyurmaq, gözəl ona kompüterlər almaq, son model telefonlar almaq. Bu bəlkə müəyyən səviyyədə bir xoşbəxtlik gətirir kimi görünər. Amma bu insanın ruhunu qidalandırmır. Məlum məsələdir ki, biz həm fiziki olaraq bədəndən ibarətik, həm də mənəvi olaraq bizim ruhumuz var, könül aləmimiz var, könül dünyamız var, qəlbimiz var. Bu tərəfimiz boş qalmır. Bugün əfsuslar olsun ki, bu tərəfə çox
diqqət olunmur. Biz yaxşı geyinsin, yaxşı məktəbdə oxusun, şəraiti yaxşı olsun. Oldu, okey, olsun. Buna heç kim heç bir şey demir. Bəs işin o bir tərəfini kim doyuracaq? Bu səfər oranı internet doyurur. Bu səfər oranı televizorlar doyurur. Cəmiyyət doyurur. Ondan sonra belə bayağı mənasız seriallar doyurur. Bunun fəsadlarını biz görürük, bugün yaşayırıq. Ailə qururlar. Çox qısa müddət sonra baxırlar ki, bir-birindən yola gedə bilmirlər. Niyə? Çünki onların xəyal dünyasında və ya xəyal dünyasına həkk olunan o ailə dəyərləri insanlıqla üst-üstə gəlmir. Yəni bizim belə deyək, müəllim də bayaq dedi, o kodlarımızla, şriftlərimizlə üst-üstə düşmür. Bir fərq yaranır da. Bir fərq yaranır, əlbəttə. Yəni o deyir, özünü başqa bir canlıya bənzədən heyvan özü olmaqdan da çıxır. Arada bir şey olur. Heç ondan da olamır, bundan da ola bilmir. Ona görə həqiqətən yaxşı valideyn olmaq, yaxşı övlad olmaq üçün əvvəla uşaqlarımıza gözəl əxlaq öyrətməliyik. O bayaq da siz də qeyd elədiniz girişdə. Bir atanın övladına buraxacağı ən gözəl miras gözəl əxlaqdır. Əxlaq vermədikdən sonra siz istədiyiniz qədər ona mal dövlət verin. O insan cəmiyyətə faydalı olmaz. Bir yerdə mütləq bir qopuqluq olmalıdır. Bunun xaricində Həzrəti Əli deyir ki, Allah ondan razı olsun, insanlar arasında, cəmiyyət arasında verilən tövsiyə deyil, təhqirdir. Biz övladlarımızın dəyərlərinə də, mənliyinə də qiymət verməliyik. Onlara da söz haqqı verməliyik. Ya bir növ mən belə başa düşürəm, yəni düzgün bir ailə olmaq üçün, şəxsiyyət böyütmək. Bəli, düzgün bir övlad yetişdirmək üçün əlbəttə ata öz atalığını qorumalıdır. İstədiyi hərəkətləri eləyə bilməz. İstədiyi kimi evdə davranışlar sərgiləyə bilməz. Hər nə qədər ata da olsa. Çünki ona baxıb tərbiyələnən bir övladı var. Çünki deyirlər ki, siz necə olsanız, sizin övladlarınız da elə olacaq. Belə bir şəkil də çıxmışdı qabağımıza sosial mediada, bəlkə siz də görmüsünüz. Deyir, uşağınızı tərbiyə etməyə çalışmayın. Çünki siz necəysəniz, o da elə olacaq. Bir şəkil var, ata arxada əllərini bağlayıb gəzir, uşağı da balaca körpəsi də, uşağı da onun kimi yürüməyə başlayır. Deməli, həqiqətən sözdən daha çox davranışlar, əməllər burada önəmlidir. Ata evdə yalan danışırsa, məsələn, kimsə gəlib getdinən ki, evdə yoxdur desə, o uşağın beyninə yalan artıq yazılmış oldu. Ata siqaret çəkir və ya övladına çəkmə deyirsə, üzr istəyirəm, zərərli vərdiş deyək burada biz. Zərərli vərdişləri varsa və ya gedir mağazaya, marketə, get bunu al mənə gəl deyirsə, əgər uşaq da imtina eləyirsə, ona bir ikidən nalayiq söz də deyərsə, bu uşağın belə əxlaqı oldu alt üst. Artıq o mümkün deyil. O gələcəkdə mütləq hardasa elə bir ki, o şifrədə bir xəta olur. Bir yerdə bir xəta verəcək. Ona görə yaxşı valideyn olmaq birinci əsas vəzifəmiz budur. Necə yaxşı övlad olacağıq? Yaxşı övlad olmaq üçün də əvvəla ata-anamızın qədir qiymətini bilməliyik. Atamız, anamız bizim üçün dua qapısıdır. Onların duasını almaq, xeyir duasını almaq. Onların duası qəbul. Mütləq, çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, 3 dua var ki, bunlar geri dönməz. Bunlardan biri işte atanın övladına etdiyi duadır. Biri misafirin, yolçunun deyək və ya səfərdə qonağın etdiyi duadır. Bir də məzlumun duasıdır. Burada atanın duası qəbul olmursa, ana həmişə atadan 2-3 pillə üstədir. İslamın belə bir gözəlliyi var, siz bayaq qeyd etdiniz. Hətta sahabədən biri Əbu Hüreyrədən rəvayət olunur, radiyallahu anh, deyir ki, ya Rasulallah, mən kimə yaxşılıq edim? Deyir anana. Sonra kimə? Yenə anana. 3 dəfə ana sayılır, 4-cü də ata. Yəni belə bizim ata olaraq xətrimizə dəyməsin. Analar həqiqətən, hətta cənnət belə anaların ayaqları altındadır. Yəni analara xidmət nəticəsində biz cənnət qazana bilərik. Hətta valideynlərin bəddua etməsinə qadağa var ki, onların bədduası belə icabətdir. Ora ayrı bir problemdir. Ona ayrı bir pəncərə açmaq lazım. Bugün analarımız elə bilirlər ki, uşağı qarğış eləyəndə bəddua niyyətində. İçimdən eləmirəm, deyil. Yəni pis sözlər deməkdənsə tərsini deyin.
Bəli. Allah sənin səni canını ıslah alsın eləsin, deməyin, ıslah Allah sənə ömür Ömür versin versin, xeyirli dinə. ömür. Yəni xeyirli ömür versin dinə. Bu yəni bu da çox önəmlidir. Yəni düzdür, analar indi səbir çox, yəni ümumiyyətlə analara çox iş Tükənirlər. düşür burada, tükənirlər. Amma burada dua etmək, mütləq dua etmək övladları üçün, övladlar da ataları üçün. Çünki biz hər namazda Rabbena gfirli və li valideyyə, yəni məni və atalarım, valideynlərimi bağışla deyə biz dua edirik. Amin. Hətta Qurani Kərimdə bir çox yerdə ata üçün, ana üçün yaxşılıq etməyi, gözəl söz söyləməyi, hətta belə bir incəlik də var. Əgər ata-anası qeyri-müsəlman olsa belə, övlad ona hörmətsizlik edə bilməz. Bəli. Bəli. Hər nə qədər öz əqidədən İtaətsizlik itaətsizlik Həzrəti edə bilməz. İbrahim məsələ var. İbrahim. Bəli, bəli. Çünki İbrahim peyğəmbərdən də var. Hətta Bir peyğəmbərimiz atacan. Əlbəttə. evet. Şeydə Əsma Həzrət Əbubəkir radiyallahu anh qızı Əsma radiyallahu anha deyir ki, ya Rasulullah, mən anam gəlib sizə soruşmadan da mən hərəkət eləmək istəmədim. Qeyri-müsəlman olur. İlk xanımı belə deyək. Mən buna yaxşılıq edimmi? Necə rəftar edim? Necə davranım? Deyir ki, get, anana yaxşılıq elə, ona ikram elə, hörmətdə qüsur eləmə, belə deyək. Ona görə həqiqətən Allahın razılığı dinimizdə, bizim mədəniyyətimizdə budur. Allahın razılığı atanın, ananın razılığına bağlıdır, razılığından keçir. Belə bir hekayə, daha doğrusu rəvayət keçir əsərlərimizdə. Əlqamə adında bir sahabə can vermə anında, belə deyək də, son nəfəslərini yaşayır. Fəqət yanına gedirlər sahabələr, Həzrəti Əli, Həzrəti Ömər filan, can verə bilmir. La ilahe illallah da Deyə bilmir, bəli. Nə kəlmə-i şəhadət gətirə bilmir, nə can verə bilmir. Rasulullah deyirlər ki, ya Rasulullah, bəs sallallahu aleyhi ve sellem, belə bir məsələ var, yəni can verə bilmir. Deyir, onun atası sağdırmı? Deyir, xeyr, atası ölüb. Bəs anası sağdır. Bərabər yaşayırlarmı? Yox. Gedin, deyir, anasını bir soruşun, gör, nəsə onunla əlaqəli bir problemi olubmu? Gəlib anasından soruşurlar. Anası deyir, yaxşı övlad idi, namazında, niyazında. Fəqət deyir, belə deyək, biraz da günümüzdə fərqli anlaşılmasın. Yoldaşına deyir, məndən daha çox dəyər verirdi. Məni ikinci, üçüncü plana atırdı. Mənə heç vaxt ziyarət etmirdi. Yəni könlünü qırıb görünən odur. Deyir, anacan, buna haqqını halal elə, bağçanın üstündədir, canını verə bilmir. Deyir, yox, mən eləyə bilmərəm, çox xətrimə deyib. Peyğəmbərim çox gözəl bir metod işlədir orada. Deyir ki, elədirsə deyir, yandakilər deyir, gedin deyir, bir tonqal qalayım, bunu biz yandıraq. Anası həmən söyləyir ki, xeyr, olarmı heç mənim övladım yandırmaq filan, dedi. O zaman deyir, sən onu deyir, əbədi cəhənnəmə göndərməyinə razısanmı? Halallıq ver, halallıq verirlər və həqiqətən baxırlar, can verə bilir. Ona görə, yəni ana qəlbi. Bəli, bəli. Ona görə biz mütləq ana duası, ata duası almalıyıq. Hər nə qədər onlar bizimlə eyni, belə deyək, yanlış, eyni səviyyədə, eyni düşüncədə olmasa da, onların fikir dünyası fərqli olsa da, bizim onların qarşısında onların sözün üstünə söz demə haqqımız yoxdur. Onlara qışqırma haqqımız yoxdur. Onların qəlbini, könlünü qırma haqqımız yoxdur. Biz onlara, bu Allahın əmridir. Nəvaziş, gözəl söz, yumşaq söz söyləmək, dua etmək, dua almaq. Bunun başqa heç mümkün deyil. Çünki belə bir şey yoxdur. Mən 18 yaşına gəldim. Atam necə olursa olsun, anam, hətta bizim dinimizdə, mədəniyyətimizdə, dəyərlərimizdə qocaldığı anda, indi biraz müasir deyək də biz. Əvvəl düzdür, məsələn, atasının yanında oğlu qalırdı, gəlini qalırdı. Bugün bu biraz dəyişdi. Amma mütləq o imkanlarını, ehtiyaclarını övladın görməsi məcburidir. Bu ixtiyari deyil. Bu dinimizin, dəyərlərimizin bizə yüklədiyi yükdür. Bunları biz övladlarımıza öyrətməsək, həqiqətən, baxın, bu çox önəmli bir statistik məlumat qarşıma çıxdı. Deməli, dünyada deyir, qocalar evinə tərk edilmiş ataların, anaların 90%'nin övladı deyir, ali təhsillidir. Demək ki, ali təhsilli olmaq kifayət eləmir. Biz ona əxlaqını verə bilməmişik. Ədəbi təhsil olmalı. Bəli, biz onun dəyərini formalaşdıra bilməmişik. Hətta belə bir hekayə də anladırlar.
deməli bir ata işlərin roluna deyir ki, səndən adam olmaz filan. Bu təbii ki, bu uşağa söylənməz, yəni psixolojik olaraq bir uşağa səndən adam olmaz deyilməz. Bir də hekayədir. Uşaq buna əsəbləşir, deyir ki, atam bəs məni dedi ki, sən adam ola bilməzsən. Oxuyur, çalışır, bir ofisi olur, iş adamı olur. Atasını çağırır, masanın başında oturur. Atası qapını döyür, içəri girir. Ayağa da qalxmır. Deyir ki, ata, bax sən deyirdin məndən adam olmaz, bax mən olmuşam artıq. İş adamı. Deyir, ay oğul, mən səndən iş adamı olmazsan demədim. Mən səndən adam olmaq demişəm deyir. Həqiqətən adam olmaq çətindir. oxumaqla ayağına olmur. Hə, gətirir. yəni məsələn Adam olmayıb. adam olmayıb, hə. Yəni biz bəzən belə deyək də, Rasulullahın bu hədisi də mənə çox təsir eləyir. Deyir, sizin aranızda deyir, elə insanlar var ki, nüfuzlu, ondan sonra deyək ki, insanların hörmət etdiyi, amma deyir, Allah qatında bir milçək qənədi qədər dəyəri yoxdur. Bugün cəmiyyətimizə baxırıq, samballı adamlardır. Adam akademik olub, mən kimisə burada nəzərdə tutmuram, professor olub, ümumi olaraq. Amma üzündə bir nur yox, bir təbəssüm yox, bir sual soruşa bilmirsən, bir dərdini deyə bilmirsən, bir salam verə bilmirsən. Bu oxumanın ona verdiyi heç bir fayda yoxdur. Bu oxumaq onu tamamən təkəbbürə boğub. Halbuki elm bizi daha da insaniləşdirməlidir. Demək ki, biz dəyərlərimizdən, əxlaqımızdan kənarlaşaraq sadəcə oxusaq, bu səfər dünyada da görürük biz bunu. Təkəbbürlü, riyakar, insanlara yuxarıdan aşağı baxan insanlar oluruq. Burada bir məqam da ağlıma gəldi. Rasulullah sallallahu aleyhi və səlləm hədislərin birində uzun bir rəvayətdir. Sonunda deyir ki, qiyamət əlamətlərindən biri də deyir, yəni kölənin deyək belə və ya xanımın deyək, öz ağasını, dünyaya gətirməsidir. Bu nə deməkdir? Bugün əslində baxın, övladlarımız bizim evdə ağadır. Biz onun bir dediyini iki eləmirik. Hər istədiyini alırıq. Ay xətrinə dəyməsin. Bugün məktəbdə müəllimə bir uşağımızla əlaqəli ya oxumur, ya nə üstünə acıqlansa biz dünyanı ayağa qaldırırıq. Niyə? Bizim üçün çox əzizlənmiş, halbuki biz düzgün övlad yetişdirmək istəyiriksə, mən məsələn bir nümunə çəkəcəm biraz sonra, ona aclığı da göstərməliyik, yoxluğu da göstərməliyik. Olmazlar da yəni. Bəli, məslək öyrətməliyik. Biz bugün oxuduruq, amma uşağın məsləyi yoxdur, bir işə yaramır. Bir müşkil yaşadığı zaman oradan necə çıxacağını bilmir. Hətta deyirlər ki, nə düşünəcəyini yox, necə düşünəcəyini öyrədin uşaqlara. Hətta bu bir məqam var ki, məsəl üçün biz bayaq bəddualar dedik. Bir növdə sonra da o siz dediyiniz kimi boş-boşuna böyüdürük. Sonra da bədduaya gəlir. Yəni tərbiyəni vermirik. O bir dənə hekayə qabama çıxdı. Olmuş bir hadisədir əslində. Deyir bir insan, o bayaq deyirsə övlad təmənna eləyir, sonra onu gəlir, onun kölə kimi istifadə edir. Övlad haqqını ödəmir valideyn və axirətin əlamətlərindəndir. Biri Kəbədə dua edir ki, ya Rabbim mənə övlad ver. Bütün insanlara övlad verdin ki, mənə də övlad ver. 18 ildən sonra onu Kəbədə görən gözətçi yenə onu görür. Və 18 ildən sonra həmən insan bəddua edir. Ey Rəbbim, övladımı öldür. İnsan qaçır onu, yəni tutur onun əlindən, tanıyır onu, deyir, nə yapdın sən? Bədduavı geri qaytar. Allahdan onun islahı olması üçün istə. O onun üçün dua edir. Bir neçə ildən sonra həmən gözətçi həmən insanları görür. Övladı da görür, atanı da görür, xoş şəkildə. Və soruşur ki, nə oldu övladdan? Övlad dedi ki, mən çox pis yollarda yaşayırdım. Bir gün isə axirəti düşündüm. O gün ha vaxt idi soruşduqda, həmən an, həmən saat ki, atası dua etdi. Və həmən gözətçi ağlayır. Ona görə biz övladlarımızı həm tərbiyə etməliyik, həm də xeyirli övlad istəməliyik və onu xeyirli şəkildə tərbiyələndirməliyik. Yəni vəzifə ilə, başqa tərbiyyələrlə yox. İndi siz dediyiniz kimi bir də məqam var ki, o insanda, övladda tərbiyədən də qıraq, bir növ bəzən güvən də yaratmaq lazımdır. Yəni onu inandırmaq lazımdır. Demək ki, səndən insan olmaz, yox. Yox, bəli. Hər bir uğurlu, özünə güvənən övladın arxasında ona ilk dəfə inanan valideynlər durur bir növ. Belə deyək də, biz bizim qurşaq çox da ata ilə, ana ilə oturub məsləhətləşən qurşaq deyilik. Amma bugün buna ehtiyac var. Ata övladı ilə oturub müəyyən şeyləri, çərçivəni düzgün
müəyyənləşdirərək. Bəzən elə ailə görürük ki, ata, yəni belə deyək də, övladı ilə dost kimi rəftar eləməyə çalışır, fəqət aradakı bütün sərhədləri qaldırıb Əldən ağıllı. hörmətsizlik yaranır. Bu Bəli. deyil. Və ya elə ailə var ki, ümumiyyətlə ata heç uşaqla danışmır, nə öpmür, qucaqlamır, əlinə Bəli. götürmür, qucağına götürmür, dərdini soruşmur. Bu deyil. Ata övladının həm sirdaşı, ümumiyyətlə valideynlər deyək, biz burada ayırmayaq, həm sirdaşı, həm dostu olmalıdır. Harda nə qədər nəyi deyəcəyini bilməlidir. Ata da nəyi soruşacağını bilməlidir. Bu baxımdan ata da biraz özünü yetişdirməlidir. Yəni belə gedib düzdür, indi çox fərqli mühitlər var, fərqli ailələr, fərqli. Ya biz ümumi olaraq orta şeydə danışırıq. Siz bayaq danışarkən bir nümunə ağlıma gəldi. Bir imam otağına yazıb ki, ey valideynlər, uşaqlarınıza öncəliklə əvvəla əxlaq öyrədin. Əgər əxlaq öyrətməzsəniz, namaz qılan yalançı olar, oruç tutan nə bilim xain olar, həccə gedən yalançı olar və s. və s. Deməli biz təkcə ibadətlə də kifayətlənməli deyilik. Tərbiyə. İkisini bərabər, tərbiyəsini yəni orta, buna ifrat təfrit deyirlər əslində Bəli, İslam bəli. ədəbiyyatında. İfrat təfrit heç bir şeydə olmaz. Bu mən kübrəyə bənzədirəm bəzən. Biz deyək ki, bir pomidora tez böyüsün deyə çox gübrə versək, Bəli. o bax pomidorluqdan çıxmış olur. Uşağa da həm dünyanı, Vaxtında. həm axirətini, həm əxlaqını, həm ədəbini, həm necə deyək belə o müasir şeydə motivasiyasını düzgün qurmalıyıq ki, uşaqdakı o xarakter pozulmuş Doğru. olmasın. İndi Ramal müəllim, biz indi övlad tərəfdən də danışmağa çalışacağıq. Mən düşünürəm ki, həyatda övlad kimi ən böyük uğur valideynlərə verdiyimiz təbəssümdür. İndi necə olaq ki, layiqli övlad olaq? Layiqli övlad olmaq üçün yenə deyirəm, burada da kompleks övladın üzərinə düşən vəzifələr var. Mən onları əvvəl qısa vurğulamaq istəyirəm, sonra çalışarıq müəyyən qədər geniş danışaq. Biz burada yenə bir meyara söykənməliyik Süleyman bəy. Biz bir şeyə izah verərkən mütləq meyarımız olmalıdır. Yenə də bizim ilahi meyarımız var. Baxın, Həzrəti Loğman oğlunun nəsihəti var Qurani-Kərimdə. Belə bir qissə keçir. Ey oğlum, nəfsinə zülm etmə. Bilirsiniz, bu zülm alimlər bunun açıqlamasını verir. Bizim başa düşdüyümüz anlamda zülm deyil, yəni Allaha şərik qoşmaq. Bəli. Birinci Lə növbədə tuşrik billah. Allaha şərik qoşma. Bəli, bəli. Yəni bir övladın bu gün layiqli övlad olması üçün bizim cəmiyyətin insanları üçün deyirəm, yəni bizim cəmiyyət bizi daha yaxşı başa düşür, imanlı olmasıdır. Çünki imanlı olan bir övlad avtomatik olaraq namus anlayışını başa düşür. Başqasının namusuna göz dikmək olmaz. Yəni başqasının namusundan gözünü çək ki, Həzrət Əlinin bir sözü var. Onlar olmazı anlayır. Bəli, sənin də namusundan gözünü çəksinlər. Bir düstur verir. Yəni həyat bumerangdır deyirik bəyəm. Bu misalı bizə verir. Başqasının malına gözünü dikmə. Həsadkar olma. Başqasına iftira atma. Bəli. Başqasının qeybətini etmə. Əgər bir insan, bir övlad bu dəyərləri, bu anlayışları özündə cəmləyərsə, bayaq da təkrarlamaq istəmirəm, valideynlər haqqında dediyimiz anlayışları özündə cəmləyərsə, avtomatik olaraq bu övlad xeyirli bir övlada çevrilir və təbəssüm də kifayət etmir və bəli, ümumiyyətlə təbəssüm etmək bizim dinimizdə də odur ki, insan din qardaşının üzünə də belə təbəssüm etməlidir. Çünki təbəssümün özü də bir sədaqə qismindən sayılır. Valideynin bir də burada maddi təminat məsələsi var. Yəni bir ələl xüsusda oğlan övladı həddi buluğa çatdı, ailə qurdu. Bəli. Bu təkcə həyat yoldaşı və övladlarını təmin etməklə işi bitməməlidir. Bəli. Bəli, bu gün bizim dəyərlərdə razıyam. Əvvəllər ata, ana, gəlin bir yerdə yaşayırdılar, qaynana. Son zamanlar biraz psixoloji dözümsüzlük cəmiyyətdə yarandığından dolayı artıq ayrı yaşayırlar və mən də bugünkü dövrü görüb, bugünkü insanları görüb həqiqətən də bunun tərəfdarıyam. Əslində mənim özüm də bayaq qeyd etdiyim kimi 4 övladım var. Yəni bugünkü düşüncəmlə mən də düşünürəm ki, yəni övladlarla yaşamasa nə qədər o qədər yaxşı olar. Yəni o qədər o ailə belə deyək, ailə pərdəsi qorunacaq, Bəli. ailədə söz-söhbət azalacaq. Yəni ən azından belə deyim, oğulla gəlin arasında olan söz-söhbətlərin
qarşısını alacaqsan. Bəli. Çünki bugünkü dövrdə belədir də ola bilər ki, bir söz-söhbət düşüb evdə, ərlə arvad arasında hər hansı bir məişət məsələsinə Münaqişə görə yaranır, inciklik düşüb. Bəli. İndi belə yanaşaq. Onların bir küsülük müddəti də ola bilər də, bir 3 gün, 5 gün küsüblər bir-birindən. Ata-ana qarşısında küsən bu cütlük, sonra ata-ananı baryer bilib bunlarda bir təkəbbürlük yaranıb, yəni barışmağa belə bir cəhd etmirlər. Çünki deyirlər ki, biz 3 gündür, 5 gündür danışmırıq. Atamız bilər, anamız bilər ki, biz 5 gündən sonra indi barışmışıq. Bir həya məsələsi də gəlir ortaya. Ona görə mən bir misal verirəm. Çoxlu belə misallar vermək olar ki, bu gün ata-ana bir yerdə yaşamasa, övladları ilə daha məqsədə uyğundur. Amma övladın boynuna düşən ata-anasını sonuna qədər maddi təmin etməkdir. Mənəvi təminat da ki, təbii ki, öz yerində. Bu mənəvi təminatlardan biri də bir valideynin üzünü ağ etmək, cəmiyyətdə bir övladın öz layiqli yerini tutmağa çalışmasıdır. Layiqli yer tutmasının çalışması demək o demək deyil, varlanması deməkdir. Bəli. Olduğu peşədə Bəli. kamil olmaq. Məsələn, sən bir mühərrik ustası ola bilərsən. Bəli. Sən onu kamil şəkildə öyrənirsənsə Bəli. və halal çərçivədə öz müştərilərinə xidmət göstərirsənsə və sənin xoş sədan gəlib sənin valideynlərinə çatırsa, artıq bunun özü də valideynə bir layiqli övlad olmaq deməkdir. Bax, bugün sizin özünüz maşallah gənc bir, cavan bir Azərbaycan vətəndaşısınız, inancılı bir vətəndaşsınız və həm də eyni zamanda mən bilirəm, məlumatım var, 6 dil bilirsiniz, Allah bərəkət versin elminizə və eyni zamanda universitetdə tədris edirsiniz. Yəni mən bir başqa işlərimiz də var, biznes işlərimiz yəni də onları var. da bilirəm, sadəcə olaraq çox sadalamadım. Yəni sizi bir prototip kimi göstərək. Bir valideyn nə qədər buna sevinir? Yəni və nə qədər əziyyət çəkib bunun üzərində. Əziyyət öz yerində. Mən əziyyəti niyə vurğulamıram? Bir mənalı valideynlərin, övladlarının, uğurlarının arxasında əziyyəti var. Bəli. Mən ona görə onu vurğulamıram. Onu artıq hesab edirəm. Yəni bu valideynlərin əziyyəti burada danılmazdır. Doğru. Ən az əziyyət çəkən valideyn hətta övladı dünyaya gətirib qoyub harasa gedibsə belə o 9 ay onu bətnində gəzdirib yenə əziyyət çəkib. Bəli. Yenə yuxusuz gecələr olub, yenə bayaq qeyd etdiyiniz kimi o sancılar olub. Bir valideyn bax övladını uğurunu eşidəndə nə qədər fərəhlənir və yaxud bu günləri sizi efir qarşısında görəndə valideyn nə qədər fərəhlənir. Bacardıqca həm mənəvi olaraq, həm maddi olaraq valideynləri sevindirmək lazımdır. Qoy valideynlər daim öz övladlarının xoş səs soraqlarını eşitsinlər. Allah razı olsun. Ümumiyyətlə valideynləri sevindirmək bizim ən böyük missiyamız olmalıdır. Biz bunu unutmamalıyıq. Və düz qeyd edirsiniz, valideynlərin haqqını ödəmək olmur, amma layiqli övlad olmaqla, necə deyirlər, onların adını təmsil etməklə biz bu bir missiyanın bir hissəsini edə bilərik. Bəli. İndi biz son olaraq az vaxtımız qaldığı üçün buradan həm övladdan danışdıq, həm valideynlərdən. İndi böyümək məsələsinə gəldik ki, biz axı bu keçid eləməliyik. Biz övlad idik, yenə valideynlərimizin qabağında biz övlad kimiyik. Zəncirvaridir. Bəli, amma böyümək vaxtı gəlir. Mən düşünürəm ki, bizə hər istədiyimizi verməyəndə artıq biz bir növ böyüyürük. Və biz özümüz anlayaraq, özümüz sevdiyimiz şeyləri özümüzdən zəiflərə, özümüzdən balacalara verdiyimizdə bir növ böyüyürük və valideyn ola bilirik. İndi Rüfət müəllim, necə böyüyə bilər bir insan? Maraqlı bir sualdır. Əslində mən sualı təbii ki, yaş olaraq anlamıram. Bəli. Yəni yaş olaraq böyümək deyil burada. Bəli. Çünki necə yaşlı insanlar var, heç üzr istəyirəm, uşaq ağlı bəlkə də yoxdur. Mənə elə gəlir biz valideynlərimizi anladığımız zaman, hiss elədiyimiz zaman böyüyürük. Bəli. Bu birində bəlkə də ilk övladı dünyaya gəldiyi zaman olur. Bəlkə də nə bilim sıxıntıya, dara düşdüyü zaman olar. Hər nədirsə bizim böyüməmiz əslində fiziki olaraq İslam mədəniyyətində 40 yaş belə deyək də püxtələşmə, kamilləşmə yaşıdır. Bəli. Çünki psixologiyada mənim bildiyim qədərilə bunu qəbul Bəli. edir. Həm düşüncə baxımından, həm məsələləri analiz etmə Bəli. baxımından və s. və s. Bəli. Məsələn, bəzi insanlar var, baxırsan ki, adam 15 yaşındadır,
amma atasını vaxtsız itirib Bəli, və sair bəli. və sair Çətinliklər bir ailə görüb, ailə bəli. başçısı olub yəni. İndi onun məsuliyyəti ilə hər zaman atasının, anasının kölgəsində olanın Bəli. məsuliyyəti eyni deyil. Tam Burada doğru. əsas məsələ nədir? Əsas məsələ biz hər nə qədər böyüsək də atamıza, anamıza, valideynlərimizə qarşı, böyüklərimizə qarşı hörmətsizlik etmə Lüksümüz yoxdur. lüksümüz yoxdur. Çünki onlar öləndən sonra da bizim valideynlərimizdir. Doğrudur. Çünki biz onlar üçün dua etmək məcburiyyətindəyik. Dua etməliyik. Xeyir işlər, xeyir əməllər görməliyik ki, bizdən sonra gələnlər, bizim övladlarımız da bizim üçün axar sədəqə olsun. Çünki Rasulullah sallallahu aleyhi və səlləm insan vəfat etdikdən sonra deyir, bütün əməlləri kəsilir. Bunlardan bir neçəsini sayır. Biri də xeyirli övlad, dua edən bir övlad. Bəli. Əslində biz düzgün övlad yetişdirməklə özümüzü də bir növ qarantiya almış oluruq. Yəni bunu da nəzərə alaraq övladlarımızı yetişdirməliyik ki, biz öləndən sonra çox üzr istəyirəm, arxamızca söyən bir övlad Bəli. deyil, dua edən, bizim nəslimizi, irsimizi, ondan sonra nə bilim ailəmizi davam elətdirən bir övlad yetişdirməliyik. Biz əfsuslar olsun, zaman-zaman görürük. Məsələn, övlad atasını döydü və ya Bəli. qətl elədi. Allah Allah qorusun, göstərməsin. Allah göstərməsin. Amma bunlar real həyatda olan şeylərdir. Ona görə bizim böyüməyimiz, mən belə başa düşürəm, böyüməyimiz. Təbii bunun fiziki tərəfləri var. 0-3 yaş var. Burada bayaq da qeyd elədim. Xarakterin formalaşması, uşağa artıq müəyyən şeylər öyrədilməsi. 6-10 yaş var. Artıq müəyyən bəzi ibadətlərin, bəzi vərdişlərin təmin Formalaşma edilməsi, vaxtları, bəli. formalaşması. Yəni hətta deyirlər ki, bu yaşlarda siz uşağınıza bir şey öyrətməsəniz, artıq 20 yaşdan sonra, yetişkin yaşdan sonra ona Çox çox fayda bir şeyə verməz. bir faydası olmaz. Çünki bizim əlimizə verilən xam mal, övlad üzərinə heç bir şey yazılmamış taxtadır. Hətta mərmərə bənzədirlər. Bəli. Onun üzərinə biz onun xarakterini elə kişilik elə formalaşdırırıq ki, onu sonradan silmək çox çətin olur. Bu baxımdan həqiqətən mən bayaq müəllimin dediyi sözü də diqqətə alaraq biz ailəmizə sahib çıxdığımız zaman, ailə məfhumunu anladığımız zaman, ailə məhrəmiyyətinə digərlərini qatmadığımız zaman böyüyürük. Bugün əfsuslar olsun ki, boşanmaların böyük əksəriyyəti üçüncü şəxslərin müdaxiləsi ilə olur və bu əksərən də artıq xətirlərinə dəysə də qız analarının müdaxiləsi ilə olur. Biz övladlarımızı evləndirdikdən sonra, artıq yetişkinlik, yetkinlik çağına çatdıqdan sonra təbii ki, öz valideynlik instinktimizi istifadə etməliyik. Onlara qayğımızı, nəzarətimizi eləməliyik. Amma evin içinə müdaxilə etməli deyilik. Bəli. Yox, şkaf buradan qoyulsun, evin rəngi belə olsun, filan və s. Mən elə insanlar bilirəm ki, son anda evlənəcəklər sadəcə valideynlərinin bu şifaner, bu şkaf bu rəngdə olsun. Anlaşa bilməyiblər, evlənə bilməyiblər. Belələri var. Məişət məsələlərindən. Bəli, məişət məsələləri. Çox sadə, bəsit. Şeytan oradan gedir də. Halbuki bu onların xoşbəxtliyində heç bir rol heç bir rolu yoxdur. Amma insanlar həqiqətən o qədər dünyəviləşiblər ki, o qədər göstəriş meyilli olmuşuq ki biz, o qədər nə bilim, sosial media həvəskarı olmuşuq ki, övladlarımızı belə biz artıq bir, nə deyək, yəni, like yığma vasitəsi kimi istifadə edirik. Bir növdə hələ də biz anlaya bilmirik ki, övlad böyüyüb, artıq o özünün məsuliyyətləri var, özü başqa bir ailənin bir hissəsi olur. Yenə də valideyn olaraq qayğı göstərmək istəyir. Bəzən də bu aşırı olanda o fəsad yarada bilir. Bəli, mən burada övladlara bir tövsiyədir. Biz də nəticədə atalarımız, analarımız, atamız, anamız var, üzr istəyirəm. Allah can sağlığı versin. Allah razı olsun. Allah bütün valideynlərimizə can sağlığı versin. Hər nə qədər bizdən yaşlı da olsa, üst də olsa, biz nə qədər yaşlansaq da, onlar bizim valideynlərimizdir. Keçən atam soruşur ki, bəs neçə yaşın oldu? Deyirəm ki, bəs qocalıram yavaş-yavaş. Yaşımı deyəndən sonra deyir ki, hə, deməli mən də yavaş-yavaş qocalıram. Yəni biz nə qədər böyüsək də onların gözündə yenə kiçik qalırıq, amma hörmətdə qüsur eləmək olmaz. Yəni onlar bizi kiçik görür deyə biz ona
ya onu da başa düşməliyik. Çünki bizim övladlarımız da eyni şəkildədir. Amma bunu sıxma boğmaya salmalı deyilik. Bizim övladlar bizdən belə deyək də nifrət deməyim də, yəni o səviyyəyə gətirməli deyilik. Bəlkə də bizim üzümüzə müəyyən sözlər deməz, amma arxamızca bu ata-ana da mənə işimə qarışır filan. Amma müəllimin də bayaq dediyi yönləndirmə çox önəmlidir. Mən məsələn bir tələbə bilirəm. Adam çox başarılıdır, çox yəni yüksək tibb oxuyub. Amma tibbini oxuyub, atası həkimdir, anası həkimdir. Və bu həkim olmalıdır. Uşaq oxudu, tendensiya var. Oxudu, heç bir gün belə həkimlik eləmədi. Yəni tibbə qazanmaq da çətindir, oxumaq da çətindir. Bunun qabiliyyəti var. Çoxunun da arzusu olan bir. Arzusu, filankəs oldu, bizimki də olmalıdır. Bu uşağın həyatını bunu heç vaxt unutmaz bu uşaq. Bu uşağa yaxşılıq deyil, bu uşağa pislik. Həyatda onun itkisidir o zaman əslində. Biz valideyn həyat təcrübəmizi uşaqlarımıza düzgün göstərməliyik. Xüsusilə bu günümüzdə uşaqlara sadəcə demək kifayət eləmir. Onları türklər deyir, ikna eləmək lazımdır. Məntiqinə uyğun şəkildə inandırmaq lazımdır ki, sən bunu buna görə etsən belə olar. Yoxsa o demək kifayət eləmir. Ona görə həqiqətən çox vacib məsələlərdir, vacib olduğu qədər çətin məsələlərdir. Elə belə deyək də, masa başında danışılaraq da həll olunacaq məsələlər deyil. Yaşayaraq biz əvvəla özümüz düzgün ata olmalıyıq, özümüz düzgün övlad olmalıyıq ki, bizim övladlarımız da eyni şəkildə olsun, atamız, anamız da eyni şəkildə bizim üçün xeyir dua etsin. Dua qapımız bağlanmasın. Dualarını alaq. Hər nə qədər ola bilər, yenə də atamızdan, anamızdan müəyyən məsələlərdə fikirlərimiz üst-üstə düşməyə bilər. Fərqli dünyaların insanları ola bilərik, amma heç vaxt unutmayaq ki, onlar bizim valideynlərimizdir, bizim böyüklərimizdir. Onların duası qəbul olan müstəcəb duadır. Onların razılığı Rəbbimizin razılığıdır. Bizim də məqsədimiz Allahın razılığını qazanmaqdır. Ona görə bu qapını heç bir şəkildə küsmədən, incitmədən bağlamamaq lazımdır. Bəli, doğrudur. Ümumiyyətlə buradan fürsətdən istifadə edib bütün valideynlər, bütün övladların Allah tərəfindən qorunması, valideynlərə can sağlığı, bol-bol ruzu, hər iki dünyada saadət, övladlara da valideynin razılığını qazanmağa və xoşbəxt olmağa arzulayıram. Biz yaşda böyümürük. Biz bəhanələrimiz bitəndə böyürük. Və insan komfortunun dalınca qaçanda yox, öz hədəflərin dalınca qaçanda yaşad olur. İndi Ramal müəllim, biz nə vaxt böyüyürük? Necə yaşad ola bilərik? Əslində biz hər birimiz bioloji anlamda böyümənin yaşını təxmini bilirik deyə buna toxunmuruq. Bu böyümə məsələsi müəllimin də qeyd etdiyi kimi individual bir məsələdir. Həqiqətən də mən ailələr tanıyıram ki, o ailənin övladı ata və anasını itirib artıq 13 yaşda böyük bir ailədə böyük qardaşdır və iki bacısına baxır. Və çalışıb iki bacısına bu adam baxır. Yəni düzdür, xalaların, əmilərin, bibilərin müəyyən dəstəyi var, amma bunlar hər kəs axşam belə deyim, öz evinə gedir. Heç kəs ata və ananı əvəz edə bilmir. Hər bir qohumun, əqrabanın öz qayğıları var. Amma bu şəxs artıq 13 yaşında bir 20-25 yaşda bir gənc insanın yükünü bəlkə daha ağır bir yükü boynuna götürmüşdür. Bu individual məsələdir. Amma valideynlərin, övladların böyüməsində, yəni psixoloji olaraq böyüməsində bəzən nöqsanlara yol verirlər, bəzən baryer olurlar. Niyə? Onları daim komfortla zonada saxlayırlar. Bəli. Övladın görürsən 14-15 yaşı var, daim nə istəyirsə onu edir. Çöldə onun xətrinə biri dəyirsə, valideyn əlindən tutur, gedir qorumağa gedir. Bax, valideynlər burada yanlışa yol verirlər. Hətta müəllimlərin özlərinə belə təzyiqlər edirlər ki, sən mənim övladım dərs oxumur, övlad mənimdir, özüm bilirəm. Sən nəyə görə ona irad bildirirsən? Belə deyil. Yəni burada aşırı qoruma, aşırı komfort zona övladın gələcəkdə çətinliklərlə üzləşəndə sınmasına gətirib çıxaracaq. Və böyüyə bilmir. Mənəvi mən onu deyirəm. Bax, valideynlər baryer olurlar övladın böyüməsinə. Bu övlad böyümək istəyir, amma valideyn orada baryerdir. Nə etmək lazımdır? Övladları biraz süni çətinliklərə salmaq lazımdır. Mən öz təcrübəmdən bir misal verərəm. Mənim bəlli bir ticari işim var. Mən hər yay, oğlumun indi 16 yaşı var, artıq o da, onu da deyim ki, Türkiyəyə YÖS-lə, yəni yabancı öğrenci sınavı ilə imtahan verib yüksək nəticə göstərib artıq universitet seçimini edəcək yayda inşallah. O da ali məktəbə artıq qəbul olub. İnşallah. Amma mən ona artıq bir neçə ildir yay tətillərində 15 gün, 20 gün, bir ay avqust ayında
ambar olan işin ambar olan hissəsini aparıram ki, orada bəlli bir işlə məşğul olsun. Çətinlik görsün. Çətinlik görsün. Bunu niyə edirəm? Onun çətinlik görməsi üçün. Çünki mən bilmirəm Allah Subhanahu va Taala mənim övladımın qədərində gələcəkdə hansı maddi imkan formasını yazıb. Mən bilmirəm. Ola bilər gələcəkdə bir çətin dönəm yaşayacaq. Həyatı öyrədir O sizə. onun üçün birbaşa şok effekti verməsin deyə. Qoy indidən o isti ambarda tər tökməyi öyrənsin. Ki Türkiyədə çətin olmasın ən azından. Türkiyədə çətin olmasın və yaxud gələcəkdə həyatında çətin olmasın və yaxud bunu qız övladlarına da bəzən çox naz edirlər valideynlər. Sonra həyatına insan elə bir insan çıxır ki, bəzən seçim valideyn istiqamət verə bilmir. Qız özü seçir və elə bir insanla rastlaşır ki, sabahları hətta çörək tapmağa çətinlik çəkə bilərlər və ola bilər sən həyatda olmayasan, sən də onlara dəstək verə bilməyəsən. Artıq o boşanmanın bir səbəbidir. Ona görə övladlara olmazları demək lazımdır. Onları hətta biraz indiki dövrdə ələlxüsusda daim onların yanında olmaq lazımdır. Bir bazarlığa mı, bir shoppingə mi, qoy onların özünü buraxasan ki 14-15 yaşında, qoy azad hərəkət etmək nə deməkdir bunu bilsinlər. Bu onların tez böyüməsinə səbəb olacaq və bu da gələcəkdə onların yaxşı valideyn olmasına da bir səbəb olacaqdır. Mən belə düşünürəm. Qısa bitirsək, belə cəmləsək, insan öz etməli şeylərin öhdəliyini aparanda və özündən asılı olmayan şeyləri tərk edəndə bir növ böyüyür. Və hər kəs həm övlad olaraq, həm valideyn olaraq öz vəzifələrini aparanda, bunu doğru şəkildə edəndə, həm dinimizin, həm maddi mənəvi dəyərlərimizin, həm tarixi dəyərlərimizin bizə aşıladığı qaydalar üzərində edəndə biz bu missiyalarımızı həm övlad olaraq, həm valideyn olaraq biz bunu apara bilirik inşallah. Süleyman müəllim, qısa cümlə ilə fikrimə yekun vuraramsa, bir insan ilahi missiyasını və ictimai, sosial və ailə missiyasını dərk eləyəndə artıq böyümüş hesab olunur. Bu dərk etmə ilkin mərhələdə dərk eləyirsə, sonra təbii ki, bu dərk etmənin özü də icrası və təkmilləşdirmə mərhələləri gəlir. Amma bunu dərk edirsə, artıq insan böyümüş hesab edilir. Gözəl. Allah sizdən razı olsun. Çox sağ olun. Ümumiyyətlə bu vaxt çatmır. Biz burada bilirəm ki, saatlarla danışsaq bitməz və faydalar çoxdur. İnşallah Allah eşidib faydalanlardan etsin. Allah bizi layiqli övlad və layiqli valideynlərdən etsin. Allah razı olsun. Ümid edirəm faydalı oldu. Yeni görüşlərdə görüşərdək. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu. خير ونكتفي بهذا القدر وآخر دعوانا أن الحمد لله رب العالمين. Allah razı olsun. Allah sizdən razı olsun.